Salam, hər vaxtınız xeyir olsun, dəyərli ibtidai sinif müəllimləri və ibtidai sinif müəllimi olmağa namizəd olan gələcəyin müəllimləri. Hal-hazırda ekranda gördüyünüz sual ibtidai siniflərin MİQ 2026-cı ildə qəbula düşmüş suallarından biridir. Hissə-hissə mən bu sualları hər dəfə çəkib izahlarını sizlərlə paylaşacağam. Ekranda sualı görürsünüz. Qeyd edilir ki, düzbucaqlı paralelipipedin oturacağının sahəsi 12 kvadrat metrdir. Sahəmiz 12 kvadrat metrdir. Hündürlüyü isə 5 metr olarsa haşımız 5 metrdir. Bizdən nə tələb edilir? Paralelipipedin həcmini tapmaq. Hazır düsturu əgər yadınızda saxlaya bilsəz, çox rahat, çox sadə məsələ tiplərindəndir. Düsturumuz nədir? Düzbucaqlı paralelipipedin həcm düsturu V bərabərdir S vurulsun H. S nəyə bərabərdir? 12 kvadrat metrə. H nəyə bərabərdir? 5 metrə. 12-ni 5-ə vuranda cavabımız 60 olacaq. Kvadrat metri metrə vurduqda isə olacaq kub metr. Düzgün cavabımız olacaq C variantı. Qeyd edim ki, ibtidai siniflərin MİQ və sertifikasiya hazırlığı üçün həm Azərbaycan dilindən, həm də riyaziyyatdan müəllim qəbuluna artıq qeydiyyat başlayıbdır. Qeydiyyata düşmək üçün 051 313 03 47 nömrəsinə yazmağınız kifayətdir. Sağ olun, sağlıqla qalın.